Bismillahirrahmanirrahim. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm demişdir: yaşayışının çətinliyindən şikayət edən şəxs Rəbbindən şikayət etmiş sayılar. Bu dünyanın çətinliklərinə görə kədərlənən kəs Allaha qarşı qəzəblənmiş sayılar. Ha belə, dövlətli bir kəsə var dövlətinə görə ehtiram göstərənin dininin 1/3 əldən gedər. Əbu Bakr Sıddiq radiyallahu anhu demişdir: üç şeylə əldə olunmaz. Arzularla var dövlət, saçı rəngləməklə cavanlıq və dava dərmanla sağlamlıq əldə olunmaz. Ömər radiyallahu anhu demişdir: İnsanlarla mülayim davranmaq ağlın yarısıdır. Gözəl sual vermək elmin yarısıdır. Və yaxşı idarə etmə yaşayışın yarısıdır. Osman radiyallahu anhu deyir ki, dünyanı tərk edəni Allah sevər, günahları tərk edəni mələklər sevər, müsəlmanların mülklərinə tamah salmayan kəsi müsəlmanlar sevər. Əli radiyallahu anhu deyir ki, dünya həyatında olan nemətlərdən İslam neməti sənə bəs edər. İşlərin arasında itayət sənə bəs edər. İbrətlərin arasında isə sənə ölüm kifayət edər. Abdullah bin Məsud radiyallahu anhu deyir ki, dünyada nemətlərin artmasına aldanan şəxslər təriflənməsindən qürurlanar və sirlərin insanlardan gizli qalmasını zənn edən kəslər nə qədər də çoxdur. Davud əleyhissalam demişdir: Zəburda belə vəhy olunub ki, ağıllı şəxs yalnız 3 şeyə nail olmaq üçün çalışar: əbədi həyata hazırlıq, yaşamaq üçün zəruri olan gündəlik tələbatlar və halal olan ləzzətli nemətlər üçün. Əbu Hüreyrə radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: 3 şey xilas edən, 3 şey həlak edən, 3 şey dərəcələr və 3 şey kəffarədir. Xilas edən 3 şeyə gəldikdə, həm gizlində, həm də aşkarda uca Allahdan qorxmaq, həm kasıb, həm də zəngin olduqda lazımı qədər istifadə etmək və həm qəzəbli, həm də razı olduqda ədalətli olmaqdır. Həlak edənlər isə bunlardır: çox paxılı olmaq, nəfsin istəklərinə tabe olmaq və insanın özünü bəyənməsi. Dərəcələr bunlardır: salamı yaymaq, acıları yedirtmək və insanlar yatmış halda olduqları zaman gecə vaxtı namaz qılmaq. Kəffarələr isə bunlardır: soyuq vaxtlarda dəstəmaz almaq, cəmaat namazlarına getmək və namazdan sonra digər namazı gözləmək. Cəbrail əleyhissalam demişdir: Ey Muhammed, nə qədər yaşayırsan yaşa, bil ki öləcəksən. Kimi sevirsən sev, bil ki ondan ayrılacaqsan. Nə istəyirsən et, bil ki onun əvəzini alacaqsan. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, 3 nəfərə Allah heç bir kölgə olmadığı bir zamanda ərşin kölgəsində yer verəcəkdir. Çətin vaxtlarda dəstəmaz alana, zülmət qaranlıqlarda məscidlərə gedənə və acları doydurana. İbrahim əleyhissalamdan soruşurlar ki, Allah sənin hansı xüsusiyyətlərinə görə səni özünə dost seçib? O dedi: 3 şeyə görə. Allahın əmrini başqalarının əmrindən üstün tutmuşam, Allahın mənə vəd etdiyi şeylərə görə heç vaxt narahatçılıq keçirməmişəm və bütün nahar və şam yeməklərini qonaqlarla birgə yemişəm. Bəzi müdrik adamlar deyiblər ki, 3 şey insanı qəm-qüssədən uzaqlaşdırır: Allaha zikr etmək, onun övliyaları ilə görüşmək və hikmət sahiblərinin kəlamlarını oxumaq. Həsənül Basri rahiməhullah deyir ki, əxlaqı olmayanın elmi də olmaz, səbri olmayanın dini də olmaz, təqvası olmayanın Allaha yaxınlığı da olmaz. Rəvayət olunur ki, İsrail övladlarından bir nəfər elm tələb etmək üçün evdən çıxmış,
Onun xəbəri gedib peyğəmbərlərinə çatdıqda onu yanına çağırıb demişdir. Cavan oğlan, sənə əvvəlkilərin və sonrakıların elmini özündə birləşdirən 3 xüsusiyyəti nəsihət edəcəyəm. Həm gizlində, həm aşkarda Allahdan qorx. Dilini saxla və insanlara xeyir söylə. Bir də yediyin yeməyə diqqət yetir ki, halal olsun. Bunu eşitdikdə həmin gənc səfərə çıxmaq fikrindən vaz keçdi. Rəvayət olunur ki, İsrail övladlarından bir nəfər 80 sandıq kitab toplamış, lakin onlardan faydalanmamışdı. Uca Allah həmin qövmün peyğəmbərinə vəhy etmişdi ki, nə qədər kitab yığsan da bil ki, bu 3 şeyi bilmək sənə yetər. Dünyanı sevmə, çünki ora möminlərin diyarı deyil. Şeytanla dostluq etmə, çünki o möminlərin dostu deyil. Bir də ki, heç kimə əziyyət vermə, çünki bu möminlərə xas əlamət deyil. Əbu Süleyman Dərani rahiməhullah dua edərək deyərdi, ey Allahım, məndən günahımı soruşsan, məni əfv etməyini istəyəcəyəm. Paxıllığım barədə soruşsan, sənin səxavətini istəyəcəyəm. Əgər məni cəhənnəm oduna atsan, oradakılara səni sevdiyimi xəbər verəcəyəm. Deyirlər ki, ən xoşbəxt adam elmli qəlbi, ha belə səbirli bədəni olan, üstəlik aza qane olandır. İbrahim Ən-Nəxəi rahiməhullah deyir ki, sizdən əvvəlkiləri 3 şey həlak etmişdi. Çox danışmaq, çox yemək və çox yatmaq. Yahya ibn Muaz Ər-Razi rahiməhullah deyir ki, sağ ikən dünyanı tərk edən kəsə, ölməmişdən əvvəl qəbrini düzəldən kəsə və Rəbbi ilə görüşməmişdən əvvəl onu razı salan kimsəyə cənnət olsun. İmam Əli radiyallahu anhu deyir ki, Allahın, onun peyğəmbərinin və övliyalarının yolunu getməyənin heç nəyi olmaz. Soruşdular ki, Allahın yolu nədir? Dedi, sirri gizlətmək. Soruşdular, peyğəmbərin yolu nədir? Dedi, insanlarla nəzakətlə davranmaq. Soruşdular, bəs övliyaların yolu nədir? Dedi, insanların əziyyətinə dözmək. Bizdən əvvəlkilər 3 şeyi nəsihət edərək yazardılar. Kim axirəti üçün çalışsa, Allah onun dini və dünyası üçün yetər. Kimin gizlindəki halı yaxşı olarsa, aşkarını da Allah yaxşı edər. Və kim Allahla arasını düzəldərsə, Allah da onunla insanların arasını düzəldər. Həmçinin Əli radiyallahu anhu deyir ki, Allah yanında ən yaxşı, nəfsinin yanında isə ən pis insan ol. İnsanlar arasında isə onlardan biri kimi ol. Yəni onlardan fərqlənmə. Deyirlər ki, Uca Allah Uzeyr aleyhissalama belə vəhy etmişdi. Ey Uzeyr, günah iş gördükdə həmin günahın kiçikliyini deyil, kimə asi olduğunu düşün. Ha belə, sənə kiçicik bir xeyir nəsib olduqda, onun kiçikliyini deyil, sənə uruzunu verənin kim olduğunu düşün. Sənə bir bəla üz verdikdə, insanlara şikayət etmə ki, mən də sənin əməllərindən mələklərə şikayət etməyim. Hatim el-Asam rahiməhullah deyir ki, hər səhər şeytan məndən soruşur ki, nə yeyirsən, nə giyinirsən, harada yaşayırsan? Mən də ona belə cavab verirəm. Ölümü yeyir, kəfən geyinir və qəbirdə yaşayıram. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim günahların kölgəsindən çıxıb itayətin izzətinə sığınarsa, Uca Allah onu mal dövlətsiz varlandırar. Ona ordusuz yardım edər və onu qohum əqrəbasız izzətləndirər. Rəvayət olunur ki, bir dəfə Peyğəmbər sallallahu aleyhi və səlləm səhabələrindən soruşur ki, səhəri necə qarşıladınız? Onlar deyirlər ki, Allaha iman gətirərək qarşıladıq. O dedi, imanınızın əlaməti nədir? Onlar dedilər, bəlalara səbr edir, rahatlığa şükür edir və qədərə razılığımızı bildiririk. Peyğəmbər sallallahu aleyhi və səlləm də buyurur ki, Kəbənin Rəbbinə and olsun ki, siz həqiqi möminsiniz. Allah bəzi peyğəmbərlərinə belə vəhy edib ki, məni sevərək, mənə qovuşanı cənnətimə daxil edərəm. Məndən qorxaraq mənə qovuşanı cəhənnəm odundan uzaqlaşdıraram. Məndən utanaraq mənə qovuşanın günahlarını mələklərə unutduraram. Abdullah bin Məsud radiyallahu anhu deyir ki,
Allahın sənə fərz etdiyinə əməl et, ən çox ibadət edən insan sayılarsan. Allahın haram buyurduqlarından çəkin, ən zahid insan olarsan və Allahın sənə ayırdığı ilə razılaş, insanların ən zəngini olarsan. Salih el-Mirqadi bir dəfə bir diyardan keçərkən deyir ki, hanı sənin əhalin, hanı səni inşa edənlər, hanı səndə sakin olanlar? Bu zaman bir səs gəlir ki, onların izi tozu kəsilib, cəsədləri torpağın altında çürüyüb və yalnız əməlləri onlarla birlikdə qalıb. Əli radiyallahu anhu deyir ki, istədiyin şəxsə hədiyyə ver, onun ağası olarsan. Kimdənsə nə isə istəsən, onun əsiri olarsan. Kiməsə nə isə verib almasan, onun kimi olarsan. Yahya ibn Muaz rahimehullah deyir ki, dünyanı bütünlükdə tərk etmək, onun bütünlükdə əldə etmək deməkdir. Onu bütünlükdə tərk edən, onu tam şəkildə əldə etmiş, tam əldə edən isə bütövlükdə tərk etmiş olar. Beləliklə onu əldə etmək, tərk etmək isə əldə etməklə olur. İbrahim əl-Ədhəm rahimehullahdan soruşurlar ki, zahidliyə nə ilə nail olmusan? O da cavabında deyir ki, 3 şeylə. Qəbri çox dəhşətli gördüm. Mənim isə heç bir sakitləşdirənim yoxdur. Yolu çox uzun gördüm. Mənim isə yetərincə azuqəm yoxdur. Allahın hakim olduğunu gördüm. Mənim isə özümü müdafiə etməyə əsasım yoxdur. Əş-Şibli rahimehullah deyir ki, Allahım, qazandığım bütün savabları onlara ehtiyacım olduğu halda sənə bəxş edirəm. Ey sahibim, mənə ehtiyacın olmadığı halda günahlarımı necə əfv etməyəcəksən? Həmçinin deyir ki, əgər Allahdan razı qalmaq istəyirsənsə, öz nəfsinə qarşı ikrah hissi keçir. Həmçinin deyir ki, əlaqə qurmağın şirinliyini dadmış olsaydınız, ayrılığın acılığına da bələd olardınız. Bir dəfə Sufyan əth-Thawri rahimehullahdan Allahla sevinmək nə deməkdir deyə soruşulduqda, o belə cavab verir. Bu o deməkdir ki, gərək sən gözəl simalı, üzün, gözəl səsin, fəsahətli dilin vurğunu olmayasan. İbn Abbas radiyallahu anhuma deyir ki, zahidlik sözü 3 hərfdən ibarətdir. Zəy, hə və dəl. Zəy hərfi əbədi həyata tədarük, hə hərfi dində hidayət və nəhayət, dəl hərfi davamiyyətli şəkildə itayət anlamına gəlir. Həmçinin deyir ki, zəy hərfi zinətin tərk olunması, hə hərfi nəfsin istəklərini tərk etmək, dəl isə dünyanı tərk etmək mənasındadır. Hamid əl-Lifəf rəvayət edir ki, bir nəfər onun yanına gəlib, mənə nəsiyyət ver, dedi. O da ona, Quran kitabının üzü olduğu kimi, sən də öz dilinə üz çək, dedi. Adam soruşdu ki, dinə necə üz çəkmək olar? Dedi, tələb olunandan artıq danışma, tələb olunandan artıq dünyanı tərk etmə və tələb olunandan artıq insanlarla ünsiyyətdə olmağı tərk elə. Sonra da bil ki, zahidliyin 3 əsası hər növ haramlardan uzaqlaşmaq, böyüklü-kiçikli bütün vacibləri yerinə yetirmək və dünyanı bütövlükdə tərk etməkdir. Loğman el-Həkimdən rəvayət olunur ki, bir dəfə o oğluna müraciət edib deyir ki, ey oğlum, insan 3 qismdən ibarətdir. Birinci qismi Allaha, ikinci qismi özü üçün, üçüncü qismi isə qurdular üçündür. Allah üçün olan qismə gəlincə o insanın ruhu, özü üçün olan əməlləri, qurdular üçün olan isə bədənidir. Əli radiyallahu anh deyir ki, 3 şey hafizəni gücləndirir və bəlğəmi yox edir. Misvak, oruç tutmaq və Quran oxumaq. Kə'bul Əhbar rahimehullah deyir ki, müminin 3 qalası var. Məscid, Allahı zikr etmək və Quran oxumaq. Bəzi müdrik adamlar deyirlər ki, 3 şey Allahın xəzinəsindəndir və Allah onları yalnız sevdiyi kəslərə bəxş edir. Kasıblıq, xəstəlik və səbr. Rəvayət edilir ki, İbn Abbas radiyallahu anhümədən soruşurlar ki, ən xeyirli gün, ən xeyirli ay və ən yaxşı əməl hansıdır? O deyir ki, ən xeyirli gün cümə günü, ən xeyirli ay Ramazan ayı və ən yaxşı əməl vaxtında qılınan 5 vaxt namazdır. 3 gün sonra xəbər gəlir, Əli radiyallahu anhüyə çatır və o deyir, əgər yer üzərindəki bütün alimlərə bu sual verilsəydi, İbn Abbasın verdiyi cavabı verə bilməzdi. Mənim fikrimcə isə ən xeyirli əməl uca Allahın səndən qəbul etdiyi əməl,
ən xeyirli ay, səmimi qəlbdən tövbə etdiyin ay və nəhayət ən xeyirli gün isə dünyadan Allaha iman gətirmiş halda olaraq çıxdığın gündür. Deyiblər ki, Allah bir quluna xeyir istədikdə onu dində elmli, dünyada zahid və öz eyblərini görən edər. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, dünyamızdan mənə 3 şey sevdirildi. Ətir, qadın və gözümün nuru olan namaz. Bunu eşitdikdə Əbu Bakr radiyallahu anh deyir ki, doğru buyurursan ey Allahın Rəsulu, dünyadan mənə də 3 şey sevdirilib. Allahın Rəsulunun üzünə baxmaq, mal dövlətimi Allahın Rəsuluna xərcləməyim və qızımın Allahın Rəsulunda ərdə olması. Bunu eşidəndə Ömər radiyallahu anh deyir ki, doğru deyirsən ey Əbu Bakr, mənə də bu dünyadan 3 şey sevdirilib. Yaxşı işlərə dəvət etmək, pis işlərdən çəkindirmək və nimdaş paltar giyinmək. Sonra Osman radiyallahu anh deyir ki, doğrudur ey Ömər, mənə də dünyadan 3 şey sevdirilib. Acları doydurmaq, ehtiyacı olanları geyindirmək və Quran oxumaq. Sonra Əli radiyallahu anh da deyir ki, düz deyirsən ey Osman, mənə də dünyadan 3 şey sevdirilib. Qonağa xidmət etmək, yay vaxtı oruç tutmaq və qılınc çalmaq. Bəzi hikmətli adamlar deyiblər ki, öz ağlını hər şeydən üstün tutan yolunu azar, mal dövləti hesabına varlanmaq istəyən ehtiyac içində olar və məxluqun vasitəsilə izzətlənmək istəyən zəlil olar. Həmçinin deyiblər ki, Allahı tanımaq 3 şeyin sayəsində olar. Uca Allahdan utanmaq, Allah üçün sevmək və Allah üçün razı qalmaq. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, tanımağın əsası sevgi, yəqinliyin əlaməti iffətli olmaq, habelə yəqinliyin başında təqva və Allahın qədərinə razılıq durur. Sufyan ibn Uyeynə rahimehullah deyir ki, Allahı sevən onun sevdiyi kəsləri də sevər. Onun sevdiyi kəsləri sevən Allah üçün sevənləri də sevər. Onun üçün sevənləri sevən isə insanların onu tanımamasını istər. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, səmimi məhəbbət 3 şeydən bilinir. Sevdiyinin sözünü başqasının sözündən üstün tutmaqla, sevdiyinin yanında olmağı başqalarının yanında olmaqdan üstün tutmaqla və sevdiyi şəxsin razılığını başqalarının razılığından üstün tutmaqla. Vahab ibn Munebbih Əl-Yəməni demişdir ki, Tövratda yazılıb ki, həris olan kəs dünyaya ağalıq etsə belə yenə də kasıbdır. İtaət edən kəs qul olsa belə ona itaət olunar və qənaətsiz şəxs ac olsa belə yenə varlı sayılar. Bəzi müdrik adamlar deyiblər ki, Allahını tanıyan məxluqatdan ləzzət almaz. Dünyanın mahiyyətini dərk edən ona rəğbət bəsləməz və Allahın ədalətini dərk edənin üzərində Allah rəqiblər göndərməz. Yunus əleyhissalam deyir ki, qorxaq qaçar, istəyən axtarar və Allahla dostluq edən isə nəfsindən uzaq olar. Həmçinin deyilir ki, Allahı tanıyan onun qulu olar, onun qəlbi haqqı görər, əməlləri isə çox olar. İbn Süleyman Dərani deyir ki, dünyada və axirətdə hər bir xeyrin əsası Allah qorxusudur. Dünyanın açarı toxluq, axirətin açarı isə acılıqdır. Demişlər ki, ibadət məşğuliyyətdir. Bu məşğuliyyətin yeri xəlvətdə olmaqdır. Sərmayəsi təqva, qazancı isə cənnətdir. Malik İbn Dinar rahimehullah da deyir ki, 3 şeylə 3 cür rəftar et ki, möminlərdən olasan. Təkəbbürlüyə təvazökarlıqla, hərisliyə qənaətlə və həsədə nəsihətlə.